ki İmam Malik'ten, rahimahullah'dan, İmam Malik'in atası bir qadınla evlənir. Və qadın zahirən gözəl olmur, eybəcər olur. Və onun yanına daxil olmamışdan evlənir ondan. Görməmişdən daha doğrusu. Və gəlir yanına daxil olmağa, görür ki, çox eybəcərdir. Və tərk edir onu. Və bir müddətdən sonra ona nəsihət olunur, sonra gəlir qadına yaxınlaşır və uzun illər səfər eləyəsi olur. Deyirlər ki, 20 il. Və o da qadını xoşlamadığına görə olur. Və 20 ildən sonra qayıdır, görür ki, bir cavan oğlan insanlara dərs keçir. Onlara Quranı və sünnəti öyrədir. Soruşur ki, bu kimdir? Deyirlər ki, bu filan kəsin evladıdır. Qadının adını deyirlər. Və o da başa düşür. Başa düşür ki, məsələ nə yerdədir? Və oğlana deyir ki, evimizin yolunu mənə göstər. Məsələni dəqiqləşdirmək üçün. Və gətirir onu öz evinə. Qadın onu görəndə qadına deyir ki, uşaq anasına deyir ki, filan kəs var qapıda. Tanıyırsanmı onu? Qadın çıxır bayra deyir ki, atandır, ona xoş gəlmisən de evə sal onu. Daxil elə evə. Və qadın öz yoldaşına deyir ki, ola bilsin ki, Allah Taala xeyri sənin şər bildiyində qoyub.